Salam dəyərli izləyicilər. Sualımıza qeyd edirik ki, hansı hadisələrin nömrələrinin yerlərini dəyişdikdə düzgün xronoloji ardıcıl alınır? Attilanın Bizans dövləti ilə müqavilə imzalanması 434-cü ildə götürürük. Qərbi Axund dövlətinin Heratı tutması 484-cü ilə aiddir. Qaraxanlı dövlətinin yaranması 840-cı ilə aiddir. 840. Bölgü xaqanın maneçiliyin qəbul etməsi. Deməli, maneçilik bölgü xaqanın hakimiyyət illərini götürsək, deməli 779-cu illərə aiddir. 759-79-cu illərdə deyək 8-ci əsrə aiddir. 8-ci əsrin təxminən götürmək olar. Bir də Çinin Göytürk dövlətindən asılı hala salınması, Qərbi Göytürk dövlətini asılı hala salınması isə deməli olur 7-ci əsrin 50-ci illərinə düşür. 50-ci illəri, 7-ci əsrin 50-ci illəri. Deməli, burada hansının yerini dəyişsək düzgün xronoloji ardıcıl alınar. Təbii ki, 4 ilə burada deməli 3 ilə daha doğrusu 3 ilə 5-in yerini dəyişsək düzgün xronoloji ardıcılıq alınır. Burada da D variantında öz əksini tapmışdır.